Fuad Allahverdiyev arvadını sevgililəri ilə əxlaqsız partilərə məcbur edirmiş. Salam dəyərli dostlar, videonu axıra qədər diqqətlə izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Deməli, dünən bu xəbəri paylaşdım, oxudum siz üçün. Amma bəzi məqamlar var idi, mənə də qaranlıq qalmışdı açığı. Sonra çox etibar elədiyim bir dostum mənə yazdı. Yəni, etibar eləyirəm ona görə bu təqzib videosunu çəkirəm. Heç kim məndən nə isə xahiş eləməyib, özüm çəkirəm. Sadəcə mən qul haqqına girməkdən qorxuram, çəkinirəm. Təbii ki, videoya keçməmişdən öncə istəyirəm diqqətinizə bir şey çatdırım. Aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Azərbaycanlı iş adamları, Rusiyada yaşayan Azərbaycanlı iş adamları Çindən, fabriklərdən, zavodlardan bizim sayəmizdə topdan şəkildə mallar alıb gətirə bilərlər. Nə istəsəz gətirə bilərik. Tibbi avadanlıqlardan tutmuş inşaat mallarına qədər. Ekskavator, traktor, nə istəsəz gətirir. Çində nə istehsal olunursa, orada ümumiyyətlə demək olar ki, hər şey istehsal olunur. Orada nə istehsal olunursa, sizin üçün alıb gətirə bilərik. Deməli, xəbəri oxuyuram sizin üçün, əziz dostlar. Məşhur iş adamı Fuad Allahverdiyev 11 aya yaxın həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb. Allahverdiyev arvadına işgəncə vermə və onu seksual xarakterli hərəkətlərinə məcbur etməkdə günahlandırılıb. Sən demə, bu adama şər atıblarmış. Yəni, indi görün kimə arxayın olub şər atıblar. Fuad Allahverdiyevdən şikayətçi onun arvadı olub. Zərər çəkmiş kimi tanınan Allahverdiyeva Azərrel voleybol klubunun da üzvü olub. Şikayətçi Allahverdiyeva mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qaldığını, dəxlisiz qısqanclıq hərəkətlərinə görə ailə daxili problemlər yaşadığını deyib. Fuad Allahverdiyev isə ona şər atıldığını bildirib. Deyib ki, Allahverdiyeva ilə evliliyi məcburi şəkildə olub. Onun sözlərinə görə Allahverdiyeva bir müddət münasibətləri olandan sonra, yəni o xanımla, onu müxtəlif yollarla şantaj ediblər. Məcburiyyət qarşısında qalaraq Allahverdiyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdə bir övladları dünyaya gəlib. Fuad Allahverdiyevin sözlərinə görə uzun müddət qızını ona göstərməyərək şantaj ediblər. Fuad Allahverdiyevin dediyinə görə qızını görmək üçün xanımına 200 minlik maşın alıb. Şüvəlandakı villasını onun adına rəsmiləşdirib. Bundan əlavə Fuad Allahverdiyev bildirib ki, seyfindəki 400 min nəqd pulu və içərisində 25 min manat olan kartı da arvadı tərəfindən götürülüb. İşdə diqqət çəkən başqa bir məqam Fuad Allahverdiyevin başqa iddiasıdır. Onun sözlərinə görə arvadı və onun qohumları vaxtı ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş oliqarx məmur Əhməd Əhmədzadənin qohumu olduğunu, əllərinin hər yerə çatdığını deyərək onu qorxudublar. Fuad Allahverdiyevə 133-cü əzab vermə maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə Allahverdiyev bəraət alıb. 11 aya yaxın həbsdə saxlanılan Fuad Allahverdiyev məhkəmə zalından azadlığa buraxılıb. Fuad Allahverdiyevin Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət almasının səbəbi video görüntülər və xanımının ona göndərdiyi fotolar olub. Sən demə, bu video görüntülər və fotolar montaj olub. Montaj olub və adamı şantaj ediblər. Montajla şantaj ediblər. Mən qərara gəldim ki, əgər kiminsə haqqında video çəkmişəmsə, yanlışlıq olursa, onu düzəltmək lazımdır. Deməli, bu adama şər atıblarmış. Bu adam günahsız olub. Yəni, bu işdə kimə güvəniblər? Məmur oliqarx. Nəysə dostlar, Ramazan ayında kiminsə haqqına girməkdən canım qurtardı. Yəni, biraz özümü ağır hiss eləyirdim, narahat hiss eləyirdim. Biraz rahatladım. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.